Поддержка веры. Gece çöker günler soğar, gözlerime yaşlar dolar. Hatıra benden ağlar, neredesin ah yüzlüm? Karakollarımı korudu, geceler Noite pra
partimiz elə davam eləyir. Sən mənə bazar günü hara dəvət eləyirsən? Elə bir şey. Demək qız qızadır. Sadəcə qadınlar olurdu. Yəni kişilərə icazə yoxdur. Aha. Sırf kilsədə deyəsən olacaq. Partidir, nə bilim yemək falan, furşet belə bir şeydir, karaoke. 15 manatdır giriş. Hə, amma belə bir şey Prosta olacaq. obязательно form olmalıdır, geyim olmalıdır. Yoxdur axı məndə elə geyim. Yox, orası sən sırf makyaj eləyə bilərsən. Hə, geyim də yəni nəsə belə individual bir şey olmalıdır, bir dənə olsa belə. Hə, Çünki altı elə. parti deyil də, yəni fərqli. Orada sadəcə yaxın insanlarla getmək lazımdır. Əylənəsən, hə? Yaxın olan insanlarla getmək lazımdır. Qızlara deyərək də alınsa gedərik hamımız bir yerdə. Ben səviyyəli yerdim. Yəni kim gəldi buraxmırlar oraya. Hə. Amma sosial. Hə. Bunun şəkli istəyirəm üzü düşsün. Ha, səndə də var da. Arxa tərəfi düşür bax. Hə, şəklini çəkəcəm. Yaxşı düşür. Yazıq gündür. Aa, gözlərim uşaq yorulur. Mənim də gözlərim yorulub. O qədər rəqs elədi. Dura. Gəlmədim. Yadımda da qalıb yəni. Gəlmədim. Qızlar, mən artıq adət halını almışam. Gecələr vloqlar çəkirəm. Aldığım məhsulları çalışıram ki, rahat vaxtda göstərim. O da gəlir, gün ərzində o qədər işim olur ki, ancaq gecə saxlaya bilərəm yatmamışdan öncəyə. İndi mənim görəcək 2 işim var. Bir, yeni məhsulları sizlərə göstərim. Ondan sonra da dünəndə Mehdi ət alıb, dünəndən əti qoymuşam soyuducunun ən yuxarı gözünə. Amma bu günlər indi yatmamışdan öncə tez bir dənə onları yerbəyer edim. Saat deyəsən 2-dir, 2 olmalıdır. 3-ə kimi yatsam çox yaxşı olardı. Deməli, qızlar, mən nələr almışam? Waikiki-dən 10 manata belə papaq almışam. Belə qəşəng keyfiyyətli papaq oxşuyur. Orada taxdım, rəngi üzümə düşdü, açdı üzümü. Biri var idi, Bershkada 30 manat idi deyəsən. Əslində o rəngini çox bəyəndim. Belə tərəddüd içində qaldım. Biraz kariçli o rəngdə, amma məncə bu daha gözəl yaxşıdır mənə. Hə, bir bunu almışam. Sonra qızlar, Waikiki-dən. Hə, qızlar, sonra Waikiki-dən 2 belə məhsul almışam. Kosmetik süngərlər. Çox belə maraqlıdır. Belədir. 8 manata bunu almışam. Sonra Hentidən çox qəşəng 2 kalqat qalmışam. Biri də belə. Rossmanndan Garnier'in micellar suyu, Rival'dan transparan pudra. Evet. Bunu neçə aldığımı sizə deyim. Micellar suyu 11 manat almışam. Rival'dan bir dənə də belə bu rəngdə ənlik almışam. Bunun da qiyməti 8 manat. Liner almışam Vivien'dən. Qara rəngdə linerdir. 14 manatdır qiyməti. Mən bunu bir dəfə almışdım. Xoşuma gəlmişdi. Yaxşı idi. 11 manata da bunu almışam. Toplam 43 manat elədi. Və əlavə olaraq hədiyyə də düşdü mənə. O da ki, Maruzeremdən scrub, bədən scrub'ı. Belə.
belə bir ayaqqabı almışam. 36 ölçü. Bir neçə rəngləri var idi, amma qara daha çox bəyəndim qaranı. Başqa da ki, gecə alış-verişim bunlardır. Gecə saat 3-dür. Mən ət doğrayıram, yerləşdirirəm. Deməli, bunlar böyük, biraz böyük ölçüdür, belə. Bunu kartofla belə qovurma kimi eləyə bilərəm, soğancanı. Bunlar daha balaca ölçüdür. Bunu qreçkanın üzərinə, nə bilim, bulgur eləsəm onun üzərinə eləyəcəm. Çünki bunlar balaca-balacadır. Çəkiləcək ətdir və langetli ətdir. Bu isə steak. Burada sümüklərdir və bir də burada da bir dəfə kotletli, yəni bir porsluqda kotlet hazırlayacağım. Soğanla falan daha da çox olacaq. Və bir də bu da langetli idi. Belə. Nərmanı aparam həkimə. Analiz verəcək. Eləyimlə. Yoxsa şeydir, 125. Hey. Gözəl bir şey. Mən də eləyəcəm. Hacı. Mən də eləyəcəm. Toppuş olmuş ha. Bir saat 2-dən sonra. Gəl. Mərvanı aparıram həkimə. Mən özüm görün necə parçadan ayaqqabı geymişəm. Yox, atlaması olacaqsan da üstünü bağla. Mərvanın təzə geyimləri, təzə sapaşkisi. Mərva, ora niyə gedirsən? Gəl. Mərvanın boyu 1.30, 25 kiloluq qızım. Bir dənə mızmızadı Mərva. Hər şeydən küsən, qorxaq. Deyirəm, qan analizi verir, sırası ağlamağa başladı. Kurtqavı ehtiyatda ol, heç yerə sürtmə, yaxşı? Ağdır. Və bronxit belə yüngül forması olub. Və yüngül antibiotik yazıldı. Gedib indi dərmanları alım, başlayım müalicəyə. 5-ci gündən zaten dərs bitir, 8 noyabr 6-cı gün. Bir də 11-i sabah da getməyəcək, birisi gün də məktəbə getməyəcək. Elə o vaxta qədər də sağalaram. Mən yenə də Məhlədəki kafeyə gəlmişəm və hər dəfə bura gələndə bu kitabı oxuyuram. Burada çox gözəl sözlər yazılır. Mən rus dilindəki çox gec-gec danışıram və gec-gec oxuduğum üçün oxuyanda ləzzət eləyir də mənim özümə. Gəlin bir yerdə oxuyağım. Gözəl sevgi etirafı var burada. Я не могу уехать, не сказав вам нескольких слов. Итак, моя любовь ждете от меня многого хорошего. Ваше счастье, даже ваша жизнь зависит, как вы говорите, от моей любви к вам. Ничего не бойтесь, дорогая моя Софья. Моя любовь будет длиться вечно. Будете жить и будете счастливы. Я никогда еще не совершал ничего дурного и не собираюсь ступать на эту дорогу. Я весь ваш. Вы для меня все. Мы будем поддерживать друг друга во всех бедах, которые может послать нам судьба. Вы будете облегчать мои страдания, я буду помогать вам в ваших. Дəhşət gözəl sözlərdir də, yəni всегда видеть вас такой, какой вы были в последнее время. Что до меня, то вы должны признать, что я остался таким же, каким вы увидели меня в первый день нашего знакомства. Qızlar gəlmişəm, qaşlarımı laminasiya eləyirəm. İlk dəfədir, maraqlıdır ki, necə olacaq. Amma qaşlarım alınmalıdır, biraz səliqəsizdir bu arada. Məndən qorxmayın. Maraqlıdır, necə olacaq görürsən qaşlarım. Qızlar, belə baxın, nəhayət ki, mən laminasiya elədim. Həmişə evdə gel eləyirəm, onu bezirdim də. Həm hər dəfə eləyəndə o geli qaşının içi ağaqlı olurdu. Amma bu səfər çox qəşəng oldu. Mənim çox xoşuma gəldi. Bu hissələr biraz qızarıb, keçib gedəcək.
Anladın belədir. Belə şey edirlər, açanlıdır, götürür. Kızlar, bizim evin yanında kulinariya yeri açılıb. Mən utanıram, yoxsa qarnımı göstərərdim sizə. Bir dənə qarnım çıxıb, bir dənə yekəlib qarnım, bütün gün basıram. İndi də bax, bunları yiyəcəm. Burada da bir nəfər var. Saxlaya Mərvaya olmaz, qəti şirniyyat olmaz. Mərvaya bayaq evə gəldim, tez bazar yemək zat hazırladım. Yeməyi verdim, qəşəng ətvan get eləmişdim. Ya, mən də qəşəng yedim, dalacanda da bunu içəcəm. Serialıma baxa-baxa. Sabahınız xeyir, markete getdim, bəzi ərzaqlar aldım. Mərva tost istəyirdi, ona görə. Uşaq tost istədi, ona görə getdim, aldım. Cici. Gel. Haycan? Yok, pasteldə yox da, gel. Biz uşaqları gətirmişik Dəniz Mola. Xaliddir. Bu da Mərvadır. İndi Suzana da gəlir, o da uşaqlarını gətirir. Burada çoxlu əyləncə mərkəzləri var. Uşaqları gətirdik ki, əylənsinlər. Haycan? Götürmüşsən? Nə? Bilet. Hə, götürmüşəm sumkamdadır. Birimiz sağımda, birimiz solumda. Uşaqların yeməklərini qoyuruq. Ləman, Nərva. Gəldi, gəldi. Nərvay bax, bu nədir? Ay qız, bu nədir? Belə denə, uzatma. Wow! Hardan geç? Kızlar, biz uşaqları qoymuşuq yuxarıda. 2 mamaşa gəlib burada keyf eləməyə. Bir görün bəyənəcəksən. Mən şnitzel sifariş elədim, bu da fettuccini. Mən ilk dəfə deyə belə bir şnitzel görürəm. Gör nə boydadır. Gitmiş diye oraya. Hə, orada. Hə. Uşaqları gətirdik Targovda, ACY2-də əyləncə mərkəzi var. Ora gətirəsi olduq. Və biz də gəldik, bir dənə 1 saat vaxtımız var. Bu 1 saat ərzində bunları yeyib bitirməliyik. Amma mən bundan biraz prov eləyəcəm. Sən də bunu. Çox fərqli görsənir o. Yok, Suzana bizə xəyanət elədi də. Mərvanın şeydir, sinif yoldaşının anasıdır. Və qızını çıxartdı bizim məktəbdən. Amma bizim yenə də dostluğumuz davam edir. Kızlar, mən New York'dayım. Bir kofta gördüm, çox bəyəndim. Rahatdır. Qiyməti bilmirəm, desə 25 manatdır. Mən molda 1-2 alış-veriş eləmişəm, Mehdini gözləyirəm gəlsin. Qızardılmış dondurma sifariş elədim özümə. İlk dəfə də görüm necə olacaq, maraqlı bir şeydir. Kızlar, Mehdi dalımca gəlir və nəhayət ki, mən evə gedirəm.
Keçən Madada da yedim. Qəşəng şeylər almışam. Gedək evdə baxarıq.